suyu əgər deməli yeməkdən 1 saat qabaq və yeməkdən saat yarım sonra içmək lazım. Bir də Çinlilərin belə bir sözü var ki, əgər arıqlamaq istəyirsənsə, suyu yeməkdən əvvəl iç, kökəlmə istəyirsənsə, suyu yemək vaxtı iç və yaxud yemək qutaran kimi iç. Onlarda həmişə termos olur. Həmin o termosun içərisində onlar su və ora müxtəlif quru meyvələr atırlar və gün ərzində ondan içirlər. Özə suyun qəbul olunmağı da ilıq şəkildə olmalıdır. Bədi temperaturuna uyğun olmalıdır, çünki bilirsiniz ki, soyuq spazm verir, isti spazmanı açır. Burada sırf adi suyun qəbulundan gedir. Qaynanmamış su. Qaynanmamış su təmiz su olmalıdır. Etibar etdiyiniz mənbədən götürdüyünüz sudan ilıq şəkildə istifadə etmək lazımdır. Gün ərzində suyu kifayət qədər qəbul edib etmədiyinizi bilməkdən ötürü sadə bir üsul var. Barmaqdan qan alınır, hematokritin deyilən bir göstərici var. O göstərici yüksəkdirsə, onda deməli suyu gün ərzində kifayət qədər qəbul etməmisiniz və bu problemi həll edirsiniz. İkinci məsələ deməli alkoqollu, spirtli içkilər, duzun çox qəbulu. Və xüsusilə də qeyd etmək istəyirəm, bu pivə içən insanlar bunu qəti saxlamalıdır. Qaraciyəri məhv eləməklə yanaşı qanını da qatılaşdırmış olur.